Daha şəhidlərin qarşısına mən baş əyirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə Allah can sağlığı versin. Şəhid ailələrinə diqqət olunmalıdır. Qazilərə diqqət olunmalıdır. Dövlətçiliyimiz bərpa olunmalıdır. Allah Heydər Əliyev kimi daha şəxsiyyətlərimizə bir daha rəhmət eləsin. Azərbaycanın quruculuğunun, yaradıcılığının bir nömrəli varis nümunəsidir Heydər Əliyev. Heydər Əliyev dünya ilə mübarizə aparırdı ki, bu günləri müstəqilliyimiz əbədi olsun, suverenliyimiz əbədi olsun. Yəni bayrağımız həmişə zirvələrdə yellənsin. Bəli, biz bu günləri cənab prezident sizinlə fəxr edirik. Heydər Əliyev qurduğu dövlətlə fəxr edib, qürur duyuruq. Bayraq günüdür bu günləri. Mən bu gündən fürsətdən istifadə edib bayraq günü münasibətilə bütün xalqımı təbrik edirəm. Yəni bayraq müqəddəsdir. Bayrağı qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Türk Azərbaycan birliyini qorusun. Allah Taala təbii ki bizə bu günləri dəstək duran Türk ordusu var. Türk Cumhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanımız var. Biz cənab prezident Rəcəb Tayyib Ərdoğanla fəxr edib, qürur duyuruq ki, bu günləri müsəlman dünyasının lideridir. Müsəlman dünyası birləşməlidir, sırf dövlətimizə, dövlətçiliyimizə dəstək durmalıdır, azadlığımız bərpa olunmalıdır. Yaşasın Azərbaycan, Qarabağ Azərbaycandır.